Ay qardaş, bu qədər içmə, günahdır, günah. Günahçısa günahdır qardaş, sana nə? Elə demə qardaş, demə, Allahın acığına gedər. Araq içirsənmi? Yox qardaş, əstəğfurullah. İçməsən qardaş, puluvu yığsan, bax bu dükanlardan biri də sənin olardı. Bu dükanların hamısı səndir. Kaş elə mənim olardı qardaş. Amma sən içməsən, bu dükanlardan biri sənin ola bilərdi. Mən də sana onu deyirəm. Bu dükanların hamısı mənimdir, həm də içirəm. Ne kadar vaxt içmirəm, ver görüm mən onu, ver görüm mən. iPhone işlədirsən, hələ də bu funksiyanı bilmirsən, onda videonu izlə. Deməli, birinci növbədə daxil oluruq ayarlara. Buradan erişə bilirik. Ekran və metin panosu, yenilik sona, beyaz noktayı azalt. Bunu seçdikdən sonra, aktiv etdikdən sonra ekran işığını istədiyiniz qədər azalda bilərsiniz. Yəni bu funksiya nə üçündür? Çox və iPhone telefonlarda ekran dəyişiləndə ekran işığı nə qədər azaltsanız da çox qalır. Yəni onun üçündür ki, bu gecə istifadə edəndə tam olaraq rahat istifadə eləyəsiniz, gözünüzə narahatçılıq verməsin. Videonun sizə nəsə bir kömək dəydirsə, bəyənməyi və takip eləməyi unutmayın. Sağ olun, salamat qalın. Əzizlər. Ay. Baxır. Telefon ekranı getdi, 1000 masiyan. Sen kırdın ha oğlum. Bilmir eləsən qardaşa. Ucuz qiymət, ucuz və Ne keyfiyyətli. verim sənə? Sənə gəl bir dənə qəşəng iPhone 13 verim. Buna bax. Bax. Neçə? Heç neçə. Neçə? 5-dən 100-yə. 500-yə. 500 manat hə. Qəşəng Allah. 5 manat iPhone yaxşıdır. neçə yaddaşdı? 128 yaddaşdı, 89 pillə. Nə çatar, nə batar, öpürər. Heç nə verərsən, problem yoxdur. Xeyir olsun. Hər işdə bir xeyir varmış. Görək Ceyhun satış eləyə bilib. Ay salam aleyküm Ceyhun. Ceyhun varsan? Satış eləmirsən ha? Qəlbən bir dənə 13 Pro satıb 500 manata. 500 manata? Məsələn sən ucuz satmırsan axı. 500 manata satmırsan ha? Heç nə yaxşı. O belə də ha. Acından öyle. Nə verim? Nuş olsun da, nuş olsun. Elə deyil, Telefon şey satmırsan, bizə sənə düşür. Nuş olsun. Bu düşür belə 5 50 qəpik. Ne oldu öyle oldu. Kökət də ye getsin. Sağ ol. Nuş olsun. Sizə ucuz qiymətə 2 dənə iPhone gətirmişəm. Birinci 14 Pro Max-ı göstərəm 256 GB yaddaşla. Cəmi neçəyə? 789 manat. Yaddaşını göstərirəm 256, 789 manat, kameraları falan hər şey qaydasında. 789 manat verirsən, götürsən. İkinci iPhone 11, 128 yaddaş, 79 pil faizlə. Heç nə problem yoxdur, telefon açılmayıb. Qiyməti neçə? 329 manat. Tələsin. Yenə ucuz telefonla qarşınızdayam. Demək olar telefon su qiymətinə. iPhone 12 Pro göstərirəm. Heç nə problemi yoxdur. Face ID-sinə kimi hər şey işləyir. Çəkilişi tam olaraq super vəziyyətdədir. Yəni telefonda problemdən söhbət gedəməz. Qiyməti neçəyə? Sadəcə bu günə özəl qiyməti cəmi 379 manat. Bəli, düz eşitdiniz, 379 manat verirsiniz, götürürsünüz. Sadəcə bu gün özəl. Tələsin. Rəfail Talibov yazıb, iPhone 13 almağa dəyərmi? Ətraflı məlumat verin. Bəli, əziz qardaş, almağa dəyər. İncəliyi və telefonun zaryadkası saxlamağı həqiqətən çox yaxşıdır. Çox səliqəli telefondur, yəni istər görünüşü, istər istifadəyə çox rahatdır. Yəni qısaca desək, almağa dəyər. Yəni məsləhət görərəm ki, alasınız. Əziz dostlar, hər birinizi salamlayıram. Bu gün sizə nədən danışacağım? Axşamınız. Satıb telefon var məndə. Çəkiliş edirdim qardaş. Problem deyil. Nə telefon? iPhone 11 Pro. Baxın bir dənə. Neçə satmazsın? Mənə 200 manat. Pula ehtiyacım var bazı. Onu satıram. Problem yoxdur ki. Heç bir problem yox. Birinci ələ. Dəqiq. Bəli. Onda sənə ödənişi vereyim. Nəsə problem olsa nömrəmi qeyd edirəm sizə lazım olacaq. Buyur qardaş, yox, mən sənə inanım. Halal. Minnətdaram, Allah razı olsun. Sağ ol, xeyirli olsun. Əziz dostlar, bax 200 manata 11 Pro aldım. Bax isti. Kim nə təklif edirsə yazsın yorumlara.